Herkesi salamlayırıq. Bugün çox önəmli mövzulardan biri baş ağrılarında MRT müayinəsi. Buna toxunmaq istəyərdik. Bütün baş ağrılarında MRT müayinəsi mütləqdirmi? Bütün baş ağrılarında MRT müayinəsindən xəstə keçməlidirmi deyə bir sualla yola çıxsaq, ən əvvəl bunu qeyd etmək istəyərik ki, baş ağrılarında MRT müayinəsi əksər zaman gərginlik tipli olduğu zaman, stres mənşəli, zehni yorğunluq, miqren tipli xanımlarda olduğu zaman MRT müayinəsində bir şey görmərik. Normal görüntülərlə qarşılaşarıq. Amma bəlli bir əlamətlər, bəlli bir hallar var ki, bu hallarda MRT müayinəsi zəruridir. Altından xətt çəkəcəyimiz hallardır bunlar. Hansılardır? 1. 50 yaşdan sonra başlayan baş ağrıları. 2. Xəstədə anidən başlayan şiddətli baş ağrıları. Xəstələr belə müraciət edir ki, bəlkə də bu ana qədər həyatımın belə bir şiddətli baş ağrısını görmədim. Ən şiddətli baş ağrım oldu. 3. Gecə yuxudan oyadan və bir şəkildə keçməyən baş ağrıları. 4. Qızdırma, temperatur və ya deyə bilərik, qusma ilə gedən baş ağrıları, bu baş ağrılarında MRT müayinəsi zəruridir. Hamiləlik sonrası davam edən, keçməyən baş ağrıları, bəlli bir nevroloji əlamətlərlə gedən, məsələn, görmə problemi, əldə, ayaqda hər hansı bir klinik nevroloji problemlərlə gedən baş ağrıları, bunlarda MRT müayinəsi zəruridir. Qeyd etmək istəyirik ki, bu sadaladığımız əlamətlərdə doğrudan da MRT müayinəsi mütləqdir, zəruridir və aparılmadığı təqdirdə, bir nevropatoloqun konsultasiyası olmadığı təqdirdə bəlkə də qarşısı alınmaz ciddi fəsadlara gətirib çıxara bilər.